bəzən tərcümədə deyirik ki, şeytan deyir ki, mən ixlaslı insanlarla bacarmaram. Yox, şeytan hər ixlaslı insanla bacarar. Muxləslə bacarmaz. Quran-ı Kərimdə axı deyir axı ki, qalə fəbi'izzətikə ləuğviyənnəhum əcməin. And içir Allaha şeytan deyir ki, and olsun sənin izzəti və Sad surəsində. 82-83-cü ayələr. And olsun sənin izzət və mən bütün hamısını azdıracağam. Əcməin, yəni cəmiyyən nə gördüm, qabağıma kim çıxdı azdıracağam. Şeytan and içir Allaha, yalan da demir. Davamında buyurur. İllə ibadəkə minhumul muxləsin. Muxləslərdən başqa. Muxlis demir ha. İxlaslılar demir, muxləs, yəni ixlaslı olunanlardan başqa. Amma o həddə gedib çatmaq üçün insan muxlis olmalıdır. Muxləs olmağın yolu muxlislikdən keçir. Yəni Allah üçün özün ciddi cəhdlə çalışmalısan ki, Allah səni də ixlaslı eləsin. Yəni Allah özü birbaşa vücudu və ixlası salsın. Allah səni ixlaslıya çevirsin. Bunun üçün özün ilk öncə ixlaslı olmağa çalışmalısan. Bir məqam var, bir hədd var ki, insan oraya gəlib çatanda birbaşa Allahın özü müdaxilə eləyir sənin özüvə. Canı var, ruhu var, həqiqəti var. Allahın özü müdaxilə eləyərək səndə bir ixlas halı yaradır ki, artıq ixlas sənin vücuduva çevrilir, özüvə çevrilir, şəxsiyyətin bir parçasına çevrilir. Ona gedən yol ixlaslı olmaqdan keçir, yəni muxlisdən keçir. Şeytan da and içdi Allaha ki, yox, mən bacarmaram. Ona görə də muxləs insan qəlbinin hər güşəsini Allahla doldurub deyə, şeytan yol tapa bilmir ona. Hardan baxsa, ha tərəfdən gəlsə Allah görür. Hardan? Muxlis insanda zəiflik ola bilər. Olar ki, muxlis insan namazın Allah üçün qılır. Amma misal üçün, namazın Allah üçün qılır, amma ruzunu Allah üçün qazana bilmir. Oradan çaşdırar. Və yaxud ruzini də Allah üçün qazanır, namazı da Allah üçün qılır. Məsələn, birinə kömək eləyəndə Allah üçün eləmir, oradan gələ bilər şeytan. Bir boşluğu olar, amma muxləs insan bütün boşluqları doldurur, onda elə bir yer yoxdur ki, orada Allahdan qeyrisi qalsın. Bütün niyyəti, fikri, zikri, canı, ruhu, həqiqəti, hər şey Allahdan ibarətdir. Muxləs bəndələrin ən gözəl nümunəsi Quranda haqqında danışdığı Həzrəti Yusuf əleyhissalamdır. O Züleyxa ilə imtihandan çıxandan sonra uca Allah onun barəsində Yusuf surəsi 24-cü ayədə birisine buyurdu. Buyurdu ki, İnnehu min ibadinəl muxləsin. Həqiqətən o bizim muxləs bəndələrimizdəndir. Yəni bütün varlığı canına ixlas qarışıb. Bir var oturur, düşünür Allah üçün ixlasla iş görməliyəm. Bir də var ki, vücudu ixlaslı başdan ayağa. Şəxsiyyətinə çevrilib ixlas. Adamlar var ki, misal üçün çətindir, ona qıraqdan gərək deyəsən ki, kişi ol. Kişi ol da, kişi kimi hərəkət elə. O da eşidəsən, kişi kimi hərəkət edib, deyər, yox, eyibdir. Mən gərək kişi kimi hərəkət eləyəm. Başlaya hərəkətlərinə çəki düzən verə. Bir də var ki, kişilik adamın şəxsiyyətindən gələ. Heç ona ehtiyac qalmaz ki, sən deyəsən kişi ol. Onun zatında, canında, vücudunda kişiliyi var.